Salam aleykum hanımlar, kanalıma hoş gelmişsiniz. Gene sizin karşınıza bizim bu mağazamızın paltarlarıyla çıkmışıq ve size neler göstermek istəyirdim. Əslində göstəriləsi elə bir mal da yoxdur, sadəcə olaraq yeni modellərimiz bəziləri gəlib, onu göstərmək istəyirəm. Məsəl üçün bu göstərmədiklərimdən bu model çok enli bir modeldir. Materialda çok qəşəng bir materialı var. Qırğızdan gələn mallarımızdır bunlar. Belə bir dondu qarşısını. Belədir. Şimdi bunun 3 rəngi var. O rəngi standart ölçüdür. Bir zil qara var. Belə qabaq hissədən belədir. Bir qolunda belə, bunda qara deyə bilinmir. Belə çox enlidir. Yəni böyük bədən xanımlara da qəşəng gedər. Böyük bədən xanımlar yəni rahatlıqla bunu geyinə bilər. Lap 150 kiloluq xanımlar da geyinsə olar. Necə sizə göstərim enini ki görəsiz. Ara sərim bunu. Xeyli enlidir. Yəni xeyli da uzundur. Belə üç rəngi var bunun və belə bir bu da həmçinin belə bir modeldir. Bu da çox enlidir. Qəşəng modeldir. Bunu da qoyun beləsinə. Baxız. Materialdır belə. Maçnı kimi deyim, belə qəşəng yumuşaq material var, çox keyfiyyətli material var və burada üstünlük bunda nədir bu dəstin? Məsəl üçün dəstəmaz alanda bu qolları qaldırıb geyin, dəstəmaz alanda qollar enlənir, pis olur da. Burada baxırsınız zamoku var. Açırsınız, gizli zamokda açırsınız. İndi bir əlindən aça bilmirəm. Bu hissəyə kimi açılır. Qolunuzu buradan çıxardırsınız, dəstəmaz alırsınız. Yəni köynəkdir, enləmir. Kapşonu da çox uzundur. Belə bir kapşonudur və yubqası da var. Belə böyürdən cibləri olan yubqadır. Bunun da 3 rəngi var. Biri bu rəngi. Belə, bu da belə nə rəng deyim bunu, bilmirəm nə rəngdirsə. Bozun elə bir ki, biraz başqa rəngidir. Bir də qara rəngi var. Çox enli, böyük bədən bacıları da geyinə bilər rahatlıqla və arıq xanımlara da gedər. Biraz amma hündürboy xanımlara da qəşəng gedər. Yəni hündürboy xanımlar məsəl üçün paltar tapmır da geyinməyə. Adətən qısa qalır çox vaxt. Məsəl üçün baxız, bu maneken üzərindəki belədirsə, bu buna baxız nə boydadırsa, nə qədər fərq var. Sonra manekeni də göstərmişdim sizə. Başsız qoymuşuq. Buna hicab tapmadım diye başını çıxartdım. Yol çare onu tapdım ki başsız koyayım buna. Belə. Sonra bir də içilik belə şalvarlarımız gəlib. Belə bir içili şalvardır. Cibi yoxdur. Belə rezinka. Belə bu da həmin qırğız istehsalıdır. Enli balaqlar var ki balaqlar sıxmasın deyə. Ondan da az saydadır bizdə. Sonra indi sizə ancaq qırğız istehsalı olanları şeyləri göstərirəm, modelləri. Buna baxız, bu belə bir modeldir. Tunikadır bu, don deyil. Qıraqlarında belə razderezləri var iki tərəfdən də, arxası da belə. Belə ipi var, bir də etiketi var. Belənçi yubqa ilə, şalvarla, nə ilə istəsiniz geyinə bilərsiniz. Qollardakı belədir. Sonra bunun da 2 rəngi var. Qarası, bir də belə korичневый. Bir də belə bir mayeçli belə donlar var, futbolka tipli.
futbolka dəsti deyirlər buna, nədir? Belə bir şeydir. Baxas, belə qoldu, bitişidir. Bu belədir. Belə uzun, enli donlardır. Bunun da 3 rəngi var. 3 rəngi var. Üçü də qəşəng rəngdir. Bir də içilik donlar var. Onu indi düşürdüm, göstərəcəm sizə. Bu görünmür. İçilik dondur. Gözləyiniz. Baxız, belə bir içilik dondur. Yaxası belədir. Qolu isə indi sizə göstərəcəm necədirsə. Maraqlı qolu var. Qol hissəsi, baxız. Belə. Qəşəng belə enli modeldir. Burası bunu giyməyə görmürəm, ehtiyac görmürəm. Yəni sadə bir dondur da, içilik don. Ona görə geyinib göstərmirəm. Uzun, enli qollarını da göstərdim sizə necədir. Yaxası da belə, hansı da hicabla bağlanır da, qabaq hissəsi. Sonra bunlar da standartlar. Bu modellər hamısı standartdır. Sonra belə bir şeyləri göstərim sizə. Bunlar nədir? Baxas, belə bir resunkalar var, cürbəcür belə. Güllü, belə. Belə. Bu nədir? Bu niqab taxan bacılar yoxdur. Onların bu qabaq hissəyə belə sallanan hissə yoxdur. O üzə bağlanan. O külək vurub uçmasın deyə. Belə şpilkalarla biri bu hissəyə, biri də o biri hissəyə taxılır. Arxadan belə bu sepdə belə sallanır ki, yəni ki uçub külək vurmasın deyə o baxımdan. Onun üçün nəzərdə tutulur bu. Yağışdır ki, nə qədər yağış yağar. Hər yerlər yenə su basması yaxşıdır. Bizdə də bu hissədə də məsəl üçün yağış yığılır. Bizdə o içəri keçmir. O dəfə 2 gün dalbadal yağış yağanda bir dəfə oradan suyu çıxartdıq, bir neçə vedrə o hissəyə yığılan. Sonra yenə də bir dəfə də çıxartdıq. Allah'a şükür, yəni içəri keçmədi su. Bizdə elə bir şey yoxdur. İndi məsəl üçün sezonu keçən paltaları belə seyirtkaya qoymuşuq yuxarı. Amma belə ümumi başqa bir şey yoxdur. Adresi də həmçinin göstərim. Bir daha Qərb Saray buradadır. 17-ci mikrorayon Sumqayıtda da, yəni 5 fəsillə ucuz market bu tərəfdə. Bizim də mağaza burada, Nur Hicab. Havalar da ki düzəlsəydi yaxşı olardı. Yağışlı vaxtlarda elə də müştəri də olmur. Adam heç evdən çölə çıxmaq istəmir. Qaldı ki mağazaya getmək. Özdəki paltar mağazasına. Bizim də poçta da indi bugün sifarişimiz oldu. Poçta da gedib çatdırılmalıdır. Dəstimiz göy dəst. O xanım da təsadüfən elə oldu ki, o da Almanyadan yəni sifariş götürüb. Keçən dəfəki də müştərimiz Almanyadan idi. Yəni burada bir xanım var idi. O seçdi, hər şeyi yığdı, elədi, göstərdi, videosunu çəkdi, göstərdi. Məsəl üçün kimsə də uzaqdan sifariş vermək istəyər, məsəl üçün bizim iş nömrəmizlə əlaqə saxlasın. Biz göstərək modeli, yəni ki, nədir, necədir, bəyənsəz eləsəz, yəni sifariş verəsiz deyə. Yəni belə. Bir də nə göstərəcəkdim sizə? Yeni gələnlərdən göstərdim. Yenə yeni mallarımız olmalıdır. Yoldadır. Onları da səbirsizliklə gözləyirəm. Orada qəşəng abayalar olmalıdır. Baxaq görək onlar necə gələcəksə. Ondan sonra onu da paylaşaram sizlə inşallah. Bu dəstə Kupra materialından dəstib də yaxşı getdi. Bundan yenə gətirmək lazımdır rənglərini. Neçə idi o? 38 manata. Yubqalı dəst. Bir də ki, kətandan olan yubqalı belə bu hissədə belə ipli dəstimiz də yaxşı getdi. Ondan yenə gətirmək lazımdır. Sonra bunlardan çox xoşum gəlir mənim bu üst geyimlərdən. Bir də o başqalardan da çox xoşum gəlir. Qəşəng qalır, çox xanımlara yaraşır, hər ölçüyə, hər şeyə uyğun. Tanış bir bacım gəlir.